Bugün mən gəlmişəm doğma kəndimizə, Quşçular kəndinə. Bu lap aşağıda görsənən ev bizimkidir. Ondan yuxarıki əmimgilindir. Ondan yuxarıki o biri əmimgilindir. Əslində mənim heç əmim erkən dünyasını dəyişib 15 yaşında. Əmim olmayıb, həm də kənddə elə hamı böyüklərin hamısına əmi demişik. Əslində həm də qohum ərəbədilər. Kəndin bu hissəsi yuxarı oba deyilirdi. Qızılqaya, Ağılqaya, Böyük Qızılqaya, Alçalı təpəsi. Dağları seyr edirsən, əvvəl belə deyildi, o yanandan sonra demək olar ki, bərbad qalıb hər şey. Xoşbəxtçilikdən bəzi ağaçlar qalır. O görünür, görünmür bilmirəm, o görünən ev Mənsimli kəndidir, Nüsus kəndi. Və da Yeddilər düzü deyirdik. O izi dərədir, Yeddilər dərəsi adlanırdı. O da Xələflin Gördübaba dağı. Buradan çox maraqlıdır. Arazın qabağını tutublar. Göl kimi görsənir buradan. İndi videoda görünür, görünmür bilmirəm. Amma belə rahat görsənir. Arazın o tayı da İran'dır. Beləliklə bu da belə bir tarixi gündür. Yaşadıq. Hörmətlə İldırım Fərhadoğlu, Cəbrayıl rayon Könüllü Nəzarətçilər İctimai Birliyinin mədəniyyət məsələləri üzrə sədr müavini. Allah'a emanet olun.